Salam, bir daha hər vaxtınız xeyirli olsun. Sizlərə deməli fiziki tərbiyədən sertifikatlaşma imtahanı sınağına düşmüş kurikulum suallarından bir neçəsinin izahını təqdim edəcəm. Əgər həm MİQ, həm sertifikatlaşma tipli sınaqlarla tanış olmaq istəsəniz, mütləq şəkildə kanalımıza abunə olub izləmədə qalın. İlk sualımız şagirdlərə tapşırılır ki, sağlam həyat tərzi mövzusunda təqdimat hazırlasınlar. Həm sağlam qidalanma, həm fiziki aktivlik, həm gigiyena qaydaları barədə məlumat versinlər. Burada bizə inteqrasiyanın növünü tapmaq tələb olunur. İnteqrasiya biz burada əsasən fiziki tərbiyənin müəyyən deməli komponentlərini müşahidə etdiyimiz üçün yəni sağlam həyat tərzi keçirmək. Bunu həyat bilgisi və yaxud da ki qidalanmadan, fiziki aktivlikdən söhbət getdiyi üçün həyat bilgisi və yaxud da ki biologiya ilə əlaqələnmə. Biz fiziki tərbiyə bu şəkildə götürə bilərik. Yəni burada fənlərin arasında inteqrasiya olduğu üçün digər variantlara çıxırıq. Həm də burada fiziki tərbiyənin məzmun xəttlərindən söhbət gedir. Yəni həm sağlamlıqdan, həm hərəkət qabiliyyətlərdən söhbət getdiyi üçün fiziki tərbiyə fənni daxilində inteqrasiya və fənlərin arasında inteqrasiya. Əgər məndən yenə deyirəm, subyektiv fikrimi soruşsaz, yəni fənlər arası inteqrasiyanı biz tapdığımız halda əslində fən daxilini tapmağa ehtiyac yoxdur. Sadəcə fən arası olaraq götürülsə daha məqsəd uyğundur. Sadəcə indi qatıq qaradır misalına uyğunlaşırıq. Məndən mənim fikrimi soruşsanız, mən deyərdim ki, inteqrasiyanı ancaq məsələn fənlərin arasında varsa fən daxilini götürmək artıqdır deyərdim. Sonra keçid edirik ikinci sualımıza. İkinci sualımız, siz ona görə də fənninizin məzmun xəttlərini əzbər şəkildə bilməlisiniz ki, inteqrasiyaları rahat yaza biləsiniz. İkinci sualımız, İdman ətraf mühit mövzusunda idman tədbiri təşkil edirlərsə, burada idrak taksonomiyası neynirik? Növünü. Əgər müəyyən tədbirin keçirilməsindən söhbət gedirsə, tədbir keçirmək, tədbiri təşkil etmək, keçirmək, plus təşkil etmək və yaxud da ki, rollu oyunlar, simulyasiyalar, biz bilirik ki, bu hansı mərhələ götürülür? Təbii ki, tətbiq etmək. Əgər hər hansı plakatdan söhbət gedərsə, hər hansı dizayndan söhbət gedərsə, o zaman yaratmaq mərhələsi götürə bilərdiniz. Bəzi müəllimlər deyir ki, hə, tədbirdə də, bəlkə tədbirin ssenarisini hazır götürüb. Yəni ona görə tətbiq hazırdırsa, varın sxemini çəkirsənsə, varı həyata keçirirsənsə, bu tətbiqdir. Özündən nə isə yaradırsansa, olacaq yaratmaq mərhələsi. Ümumiyyətlə fiziki tərbiyə, riyaziyyat kimi fənlərdə daha çox demirəm həmişə. İdrak taksonomiyası tətbiq mərhələsi üzərindən düşür. 53-cü test sualında şagirdlərə tapşırılır ki, idman hadisələrinin foto və video çəkilişlərini edərək həmin materialların təqdimat videolarını hazırlasınlar. Bax, burada artıq şagirdlər özündən foto plus video çəkir və müəyyən bir video hazırlayır. Həmin video hər şagirddə fərqli olacaq. Yəni mən fərqli eləyəcəm, digər şəxs fərqli eləyəcək, o biri şəxs ondan da fərqli eləyəcək. Yəni hər kəsin təqdimat videosu artikulyasiyadakı kimi fərqli olacaq. Və bu fərqlilik hansı mərhələ ilə bağlı olur? Bəli, yaratmaq mərhələsi. Çünki o təqdimat videosunu şagird nə edir? Özündən yaradır. Öz yaradıcılıq məhsuluna, öz kreativ ideyalarına dayanır. Düzgün cavab olacaq B variantı. 54. Summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsi götürülür. Burada yəni hazırki deyir tədris materialına cavab vermir. Bunu bayaq tarix fənnində də mən qeyd etdim ki, yəni mən nə keçmişəmsə, materialım nədirsə, keçilən mövzuya uyğun olmalıdır testlərim. Və bu uyğunluq validlik adlanır. Kurikulum dilində bu nə adlanır? Validlik bərabərdir uyğun. Nə keçmisənsə, summativin ona uyğun olmalıdır. Sən qoyulan çərçivədən kənara çıxa bilməzsən. Yadda saxlayın müəllimlər bunu. Nə etməliyik? Biz qoyulan çərçivədən kənara çıxa bilmərik. Yəni əsasən iki prinsip. Uyğunluq biz qeyd etdik ki, validliyə adlanır. Yenə deyirəm, nəyi keçmişik? Summativimiz, suallarımız ona uyğun olmalıdır. Etibarlılıq
nəticələrdəki davamlılıqdır. Yəni sən yanvar ayında şagirdə test imtahanı keçirmisənsə, tutalım 90 bal yığıb, oxşar test və yaxud da ki, summativ keçirəndə nəticəsi o 90-dan kəskin fərqlənməməlidir. Məsələn, 40-a 50-yə düşsə, deməli orada etibarlılıq pozulub, şagird nəsə yaxşı olmayan işlərlə məşğul olub. Sonra keçid edirəm növbəti sualımız. Verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Gəlin baxaq, hansı aid deyil və nə üçün aid deyil? Müntəzəm olaraq sinif fəaliyyətləri barədə məlumatlandırırıq. Müəllim valideynləri övladının təhsili ilə bağlı fikirləri bölüşməyi bizdən təşviq edir, düzdür? Yəni ki, müəllim necə təhsil və yaxud da ki, evladı necə təhsil alır. Məktəbdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer, düzdür? Müəllim valideynə bildirir ki, onun övladının təlim tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır, düzdür də? Yəni valideyn şagird əməkdaşlığı, məktəb valideyn şagird əməkdaşlığı, yəni üçbucaq. Y variantında metodik resurs deyə bir şeyi valideynə sən yönəldə bilməzsən. Metodik resursdur. Bunlar yəni müəllimin özü ilə bağlı, müəllimin edəcəyi bir şeylərdir. Valideyn sadəcə müəllimlə əməkdaşlıq edə bilər, valideyn sadəcə evdə evladına nəzarət edə bilər, dərs öyrənməsini, sağlam mühit yarada bilər, amma metodik resursdur, jurnal yazmaqdır, portfolyoda qeydlər etməkdir. Bunlar müəllimlərin işidir, valideynlərin deyil. 56. Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Bizdən yanlış olanı soruşur. Yalnız akademik nəticələrə əsaslanaraq, bəli, nəticələri biz dəyərləndirmirik. Nə üçün müəllimlər? Yadda saxlayırıq ki, yəni məsələn bu şagirdin nəticəsi yüksəkdir, o valideynlə ona görə daha yaxşı əməkdaşlıq edir, nisbətən geri qalan şagirdin valideyninə arxa plana atın və yaxud da ki, o şagirdi arxa plana atıb, yoxdur belə bir şey müasir təhsil mühitində. Valideynlərlə görüş təşkil edə bilərik. Valideynləri məktəb mühitinə cəlb edə bilərik. Rəy, pozitiv verməliyik, informasiya paylaşmalıyıq, hansı ki, valideynlər evladları haqqında məlumat almalıdır. Valideynlərə maarifləndirici resurslar, dəstək təqdim edə bilərik ki, yəni qeyd edirəm, valideyn evladı haqqında müntəzəm olaraq nə etməlidir, məlumat ala bilməlidir. Bəzən olur ki, işinin çoxluğundan və yaxud da ki, müəyyən hallar olur, valideyn iclaslara gəlməyə vaxt tapmır. Ona görə də həmin o maarifləndirici resurslar, dəstəklər və yaxud da ki, evlad haqqında informasiya paylaşılmağı ən üstün tərəflərdən biridir. 57. Bullying halının həlli üçün sinif rəhbərinin atacağı hansı addım daha effektli olar? Deməli, nə edə bilərik? Valideynləri sinifdə baş verən bullying olduğu üçün valideynləri çıxırıq. Valideynləri öncədən məlumatlandırmaq lazımdır ki, bullying halı baş verməsin. Deməli, həmin sinifdə dərs deyən müəllim, valideyn, şagirdlər, bu da uyğun deyil. Güclü olmağı tapşırmaq, yəni onu şagirdə aşılamaq ki, hə, sən bullyingə məruz qalmısan, güclü ol, mən bunu bilirəm və şagirdə heç bir kömək etmirəm, axı sadəcə deyirəm güclü ol. Danlamaq, yəni o bullini deyim də, bullying edən şagirdə danlamaq çıxış yolu deyil. Amma həmin sinifdə dərs deyən müəllimləri, məktəb psixoloqunu cəlb etmək, mənəvi dəyərləri inkişaf etdirmək olur. Ümumiyyətlə testlərdə normalda cavab ən uzun olan cavab olur. Yenə də diqqətli olmanızı önərirəm. 58. Dərs zamanı bir neçə şagird tez-tez zarafat edir. Belə olan vəziyyətdə müəllimin ən məqsədə uyğun atacağı addım hansıdır? Ümumiyyətlə belə hallarda hər hansı şagirdin adını çəkmirik, cəza vermirik və yaxud da ki, dərsin gedişatını saxlamırıq, qrup işinin gedişatını saxlamırıq. Belə hallarda, məsələn, sinifdə səs-küy var və yaxud da ki, zarafat edirlər, yemək yeyirlər, sinif qaydalarını xatırladacaqsınız, konkret hərəkətə yönəlik əks əlaqə verirsən ki, məsələn, biz sinifdə ancaq dərslə məşğul oluruq. Biz sinifdə yemək yemirik. Əmr tonunda deyil, qaydalar daha çox necə olmalıdır? Sərt tonajda olmaz. Düzgün gələn cavabımız olacaq C variantı.
Şagirdi sinifdən çıxarmaq, ciddi şəkildə danlamaq, yeniyetməlik dövrünün təbii xüsusiyyəti kimi qəbul eləsək, yəni orada hər hansı bir yaş verməyib, bu bir. İkincisi də ki, yəni digər şagirdlərə mane olacaq axı, ona görə B variantında çıxırıq. Əsas diqqəti həmin şagirdə yönəldib və yaxud da ki, şagirdlərə yönəlsəm, digər şagirdlərim arxa planda qaldığı üçün mən D variantında seçə bilmərəm. Çünki sinifdə xaos yaranır. 59. Bir qrup şagird qrup içində lider rolunu oynayır, lakin digər qrup üzvlərinə münasibəti pisdir. Təbii ki də bu qrup işinin gedişatına təsir göstərər. Müəllim bu problemi necə həll edə bilər? Digər sualda variantlar yanlış olduğu üçün digər fəndən götürürəm bunu. Yəni necə həll eləsə effektiv olar? Rolu dəyişmirik şagirdə, çünki psixoloji olaraq nə edə bilərik? Biz təsir, baskı göstərə bilərik. Yollarını birbaşa yox, yəni şagirdləri sadəcə yönəltmək lazımdır. Yerdə nə qalır? Liderliklə bağlı yönəldici sual verə bilərik. Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlaya bilərik, əlavə dəstəyi təmin edə bilərik. Düzgün cavabımız olacaq 3 və 4. Və sonuncu sualımız 60 uyğunsuzluğu müəyyən edin olmalıdır. Səhv etmirəmsə burada uyğunsuzluq sualı idi. İndi yenə baxaq variantlara ki, uyğun cavabları biz müəyyən edə bilək. Şagirdi fasilitasiya etmək ona kömək etmədən tapşırıqları xeyr, bu belə deyil. Demək, daha doğrusu uyğunluğu seçməliyik. Ona görə birləri mən çıxıram. Sonra 2. Şagirdlərdə məntiqi təfəkkür ancaq məntiq xətalarını izah etməkdən ibarət deyil. Çünki məntiqi təfəkkür geniş anlayışdır. 2 olanları da çıxdım. Yerdə çox güman ki, qalacaq 3 və 4. Şagird maraq və istəklərini, yəni summativ qiymətləndirmədə maraq və istək deyə bir termini və yaxud da ki, bir ifadə yoxdur ki, şagirdin marağını, istəyini. Öyrətdiyini ölçürsən summativ qiymətləndirmədə. Mən bunu öyrətmişəm, ölçürəm görək hansı səviyyədə çatmışıq. 4. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onda emosional təfəkkürün, ümumiyyətlə şagirdin müşahidə yolu ilə informasiyanı emal etməsi emosiyalara gətirib çıxarmır. Necə emal etməsi daha çox metakognitivliyi, öz öyrənmə strategiyanı, öz öyrənmə üsullarına bağlıdır. Düzgün cavab uyğunluq olduğu üçün. Çünki doğruda hər ikisi yanlışdır. Yanlışda 3 və 4-ü neylədim? Götürdüm.